Başlanğıc sürəti 40 metr bölü saniyə olan avtomobil 3 metr bölü saniyə kvadrat təcillə sürətlənir. Buna əsasən avtomobilin 5-ci saniyənin sonunda sürətinin modulu neçə metr bölü saniyədir? Bərabər yeyinləşən hərəkət etdiyi üçün biz buradan V bərabərdir V0 üstəgəl AT yaza bilərik. Başlanğıc sürətinin 40 metr bölü saniyə olduğunu görürük. Yazırıq 40 üstəgəl. Təcilin qiyməti 3 metr bölü saniyə kvadratı vurulsun. Zaman 5 saniyədir. O zaman yazırıq 40 üstəgəl 15. Və buradan sürətin qiyməti alınır 55 metr bölü saniyə. B variantı. Başlanğıc sürəti 40 metr bölü saniyə olan bir avtomobil 5 metr bölü saniyə kvadratı təcillə yavaşlanır və dayanır. Buna əsasən avtomobil dayanana qədər neçə metr yol gedir? Dayanana qədər gedilən yolu hesablamaq üçün S bərabərdir V0-ın kvadratı bölünsün 2A düsturundan istifadə edə bilərik. Bu da bərabərdir. Başlanğıc sürət 40-dır. 40-ı kvadrata yüksəldirik, olur 1600. Bölünsün 2 vurulsun, təcilin qiyməti də 5-dir. O da bərabərdir. 1600 bölünsün 10. 1600-ü də 10-a bölərik və buradan dayanana qədər getdiyi yol 160 metrə bərabər olar. Deməli, sualımızın doğru cavabı A variantıdır. Üçüncü sualla davam edirik. Başlanğıc sürəti 30 metr bölü saniyə olan bir avtomobil 4 metr bölü saniyə kvadrat təcillə yeyinləşir. Buna əsasən avtomobilin 10 saniyədə getdiyi yol neçə metrə bərabərdir? S bərabərdir V0T üstəgəl AT kvadratı bölünsün 2 düsturu ilə bu məsələni həll edə bilərik. Bu da bərabərdir. Başlanğıc sürəti 30. Zaman müddəti 10 saniyə. Üstəgəl. Təcilin qiyməti 4. Vurulsun. Zaman 10. 10-u kvadrata yüksəldirik və bölürük 2-yə. Bu da oldu. 30-u 10-a vurduq. 300. Üstəgəl. 4-ü 10-un kvadratına vurduq. 400 elədi. 2-yə də böldük. 200 elədi. 300-ün də üzərinə 200 gələrik və burada gedilən yol 500 metrə bərabər olar. Deməli, sualımızın doğru cavabı C variantıdır. Dördüncü sualla davam edirik. Başlanğıc sürəti 10 metr bölü saniyə olan bir avtomobil deməli, bərabər təcillə yeyinləşərək 8 saniyədə sürətini 50 metr bölü saniyəyə qədər artırır. Buna əsasən avtomobilin getdiyi yol neçə metrə bərabərdir? Bunu isə S bərabərdir V üstəgəl V0 bölünsün 2 vurulsun T düsturundan istifadə etməklə həll edə bilərik. Başlanğıc sürətin 50 metr bölü saniyə olduğu, daha doğrusu 10 metr bölü saniyə olduğunu bilirik. Son sürət 50, başlanğıc sürət 10, bölürük 2-yə, vururuq zaman müddətinə, yəni 8 saniyəyə. Bu da elədir. 50-yə 10 gəldik, 60, 60-ı 2-yə böldük, 30, 30-u da 8-ə vurduq, oldu 240. Deməli, avtomobilin getdiyi yol 240 metrə bərabərdir. 5-ci sualda. Başlanğıc sürəti 10 metr bölü saniyə olan bir avtomobil düzxətli bərabər yeyinləşən hərəkət edir və sürətini 50 metr bölü saniyəyə qaldırır. Bu zaman avtomobilin getdiyi yol 300 metr olduğuna görə avtomobilin təcilinin modulu nəyə bərabərdir deyir bizə. Təcilin modulunu hesablamaq üçün yaza bilərik. A bərabərdir V-nin kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2S. O da bərabərdir V kvadratı, yəni 50-nin kvadratı 2500, 10-un kvadratı 100 bölürük 2S-ə. S-in qiyməti də 300 metrə bərabərdir. O da bərabərdir 2400 yuxarıda, 600 də kəsirin məxrəcində. 2400-ü də 600-ə bölərik və təcilin qiyməti alınar 4 metr bölü saniyənin kvadratı. Sualımızın doğru cavabı deməli D variantıdır. Davam edirik 6-cı sualla. Düzxətli bir yolda sabit 20 metr bölü saniyə sürətlə hərəkət edən Y avtomobili eldən keçdiyi anda başlanğıc sürəti 0 olan X avtomobili yeyinləşməyə başlayır, sürətlənməyə başlayır. Avtomobillər M nöqtəsində yanbayan gəlirsə, X avtomobilin təcilinin modulu nəyə bərabərdir deyir bizə.
İndi burada Y avtomobili L nöqtəsindən M nöqtəsinə gəlmə müddəti nəyə bərabərdir? Bərabər sürətli hərəkət etdiyi üçün bu müddəti T bərabərdir S bölünsün V ifadəsi ilə hesablaya bilərik. O da eləyir 600 bölünsün 20 metr bölü saniyə. Yəni 620'yə bölürük, oradan da zamanın qiymətini alırıq 30 saniyə. İndi bu avtomobillər eyni zaman müddətində M nöqtəsinə gəlirlər. Yəni birinci avtomobil də, yəni X avtomobili də bərabər yeyinləşən hərəkət etdiyi üçün birinci avtomobilin yer dəyişməsinə S bərabərdir AT kvadratı bölünsün 2 yaza bilərəm. Biz buradan X avtomobilinin təcilini tapa bilərik. A bərabərdir yazarıq. 2S bölünsün T'nin kvadratı. Bu da bərabərdir 2 vurulsun. X avtomobili nə qədər yer dəyişmə edib? X avtomobili K nöqtəsindən M nöqtəsinə gəlib, yəni 1200 ilə 600'ün toplamı qədər, yəni 1800 metr yer dəyişmə edib. O zaman yer dəyişmənin yerinə 1800 yazıram. Zamanın qiymətini 30 tapdıq, kvadratı olur 900. 900 də burada yazıram. Deməli 3600'ü bölürük 900'ə, o da eləyir 4. Deməli X avtomobilinin təcili 4 metr bölü saniyə kvadratına bərabərdir. Sualın doğru cavabı A variantıdır. 7-ci sualda başlanğıcda yanbayan olan K və L avtomobillərinin sürət zaman qrafiki şəkildəki kimidir. Buna əsasən hansı aralıqlarda avtomobillər bir-birindən uzaqlaşır deyir bizə. İndi K avtomobilinin getdiyi yolları düşünək və L avtomobilinin getdiyi yolları düşünək. Baxın, K avtomobilinin getdiyi yol birinci növbədə ilk T müddətində bu qədərdir. VT. Həmən biz bu VT-yə, bax bu belə deyək də, bu kvadrat və düzbucaqlı, bunun sahəsini məsələn 2x qədər düşünək. Düşünək ki, burada 2x qədər yol gedir. İlk T müddətində də 2x gedir, sonra da 2x gedir, sonra da 2x gedir. Çünki sürət eynidir, zaman aralıqları eynidir. O zaman 2x getdi, sonra 4x oldu, sonra da nə oldu? 6x. Yəni 2x, 2x artı gedir. İndi L avtomobilinin getdiyi yollara baxaq. L avtomobili isə X oxun əksi istiqamətində hərəkət edir birinci növbədə. O zaman bura mənfi X yaza bilərik. Yəni belə deyək də, bu üçbucaq bu düzbucaqlının yarısı qədərdir. Ona görə bura 2x deyəndə bura mənfi X deməyimiz lazımdır. Yəni 2x'in yarısı, amma X oxun əksi olduğu üçün mənfi X yazdıq bura. Deməli L avtomobili mənfi X qədər getdi. Sonra bu hissədə X oxu istiqamətində hərəkət edir. Ona görə bura bir dənə müsbət X deyə bilərik. Mənfi X üzərinə müsbət X gəldik, oldu 0. Sonra üçüncü hissədə isə bax L avtomobili bu qədər yol gedib. Bax bu boyda yol gedib. Bu üçbucağa X qədər desək, buradakı düzbucaqlıya da 2x desək, deməli toplamda 3x qədər yol gedib. 3x. İndi aralarındakı məsafəyə baxaq. Birinci növbədə 2x mənfi x. Burada 3x qədər məsafə var aralarında. Sonra burada 4x 0, 4x qədər məsafə var. Burada da 6x, 3x, 3x qədər məsafə var. Yəni bunları tərəf-tərəfə çıxdıq aralarındakı məsafəni tapmaq üçün. Birinci növbədə başlanğıc anda yanbayan idilər. Sonra aralarındakı məsafə 3x oldu. Deməli birinci hissədə uzaqlaşdılar. Sonra aralarındakı məsafə 4x oldu. Deməli ikinci hissədə də uzaqlaşdılar. Amma üçüncü hissədə 4x-dən 3x-ə gəldi. Yəni yaxınlaşdılar. Ona görə də deyə bilərik ki, birinci və ikinci hissələrdə uzaqlaşırlar. Üçüncü hissədə isə yaxınlaşırlar. Bizə uzaqlaşan hissəni soruşur. O da birinci və ikinci hissələrdir. Ona görə sualın doğru cavabı D variantıdır. 8-ci sualla davam edirik. Başlanğıcda yanbayan olan XYZ avtomobillərinin sürət zaman qrafiki şəkildəki kimidir. Buna əsasən 0T aralığında avtomobillərlə bağlı verilənlərdən hansı yanlışdır deyir bizə. A variantında X və Y avtomobilləri bir-birindən uzaqlaşır. Bəli, başlanğıcda eyni nöqtədədirlərsə, indi biz burada görürük ki, X və Y-nin getdiyi yollar bərabər deyil. Yəni X-in getdiyi yol bu qədərdirsə, Y-nin getdiyi yol kiçik bir üçbucağın sahəsidir. Ona görə də bunlar eyni qədər yol getmədiyi üçün X və Y avtomobilləri bir-birindən uzaqlaşır. Y və Z avtomobilləri də bir-birindən uzaqlaşır. Çünki Y avtomobili X oxu istiqamətində, Z avtomobili isə əks istiqamətində gedir. Yəni biri sağa gedəndə biri sola gedir. Bunlar uzaqlaşırlar bir-birindən.
C variantında deyir ki, X və Z avtomobilləri bir-birindən uzaqlaşır. Bəli, X avtomobili X oxu istiqamətində getdiyi halda Z avtomobili X oxunun əksinə gedir. Yəni biri sağa gedir, biri sola gedir. Bunlar bir-birindən uzaqlaşırlar. Ona görə də C variantı da doğrudur. B variantında deyir ki, Z-yə nəzərən Y avtomobili sürətlənir. Bax, Z-yə nəzərən Y avtomobili. Z-yə nəzərən demək o deməkdir ki, siz bu Z gördüyümüz bu sürət qrafiki var. Burada Z-yə nəzərən deyəndə elə bil ki, Z-dən Y-yə bir baxış göndərirsiniz. Z-yə nəzərən, yəni baxan Z-dir. Z Y-yə baxır. Z Y-yə baxanda, başlanğıcanda sürəti nə qədərdir? 2V qədərdir. Düzdürmü? Sonra burada nə qədərdir? Bax, bu ikisinin aralığı 0-dan V qədər. Yəni 0-dan V fərqi V-yə bərabərdir də. Yəni V qədər fərq var. Bu onu göstərir ki, Z-yə nəzərən Y avtomobili sürətlənmir, əksinə yavaşlanır. Başlanğıcda gördük ki, 2V qədər fərqi var, sonda isə gördük V qədər fərqi var. Deməli, Z-yə nəzərən Y avtomobili nə olur? Yavaşlanır. Ona görə də D variantı yanlış verilmiştir. Bizdə də yanlışı soruşur, D-də yanlış verilmişdir. Gəlirik 9-cu suala. Düzxətli bir yolda sürət zaman qrafiki şəkildəki kimi olan X və Y avtomobilləri şərq istiqamətində gedir. Deməli, şərq istiqamətində deyəndə bunlar X oxu istiqamətində hərəkət edirlər. Deməli, X oxu istiqamətində hərəkəti biz şərqə doğru qəbul edə bilərik. İndi baxaq görək verilənlərə. Buna əsasən deyir ki, verilənlərdən hansılar doğrudur? Birincisi, birinci hissədə Y avtomobili X-i qərb istiqamətində gedirmiş kimi görür. Bax, Y avtomobili X-i, yəni baxan hansıdır? Y avtomobilidir. Y-nin qrafiki bu qırmızı olan. İndi X-ə baxacaq birinci aralıqda. X-ə baxanda birinci növbədə belə bir uzun xət var. Sonra isə xətlərin uzunluğuna fikir versəz qısalır. Bax, bu xətlərin uzunluğunun qısalması o deməkdir ki, onun yavaşlanırmış kimi görür. Yəni Y avtomobili X-i yavaşlanırmış kimi görür. Və xətlər əgər aşağı doğrudursa, bu qərb istiqaməti olacaq. Xətlər yuxarı doğrudursa, bu olacaq şərq istiqaməti. Yəni aşağı doğru batı olacaq, yuxarı doğru doğu olacaqdır. Deməli, nə oldu? Y avtomobili X-i qərb istiqamətində. Bax, aşağı xətlərin aşağı doğru olduğunu görürük. Yavaşlanırmış kimi gördü. Bəli, xətlər qısalırsa, deməli yavaşlanır. Bu doğrudur. Deməli, bu doğru olana D yazırıq. 2-yə keçirik. T anında X avtomobili Y-ni dayanırmış kimi görür. Bəli, T anında X və Y-nin sürətləri bir-birinə bərabərdir. Və elə fərz olunur ki, sanki X avtomobili Y-ni dayanırmış kimi görür. Bəli, D variantı da, ikinci variantda doğrudur. Üçüncü variantda, ikinci aralıqda X avtomobili Y-ni batı istiqamətində, yəni qərb istiqamətində sürətlənirmiş kimi görür. Baxaq, ikinci hissədə X avtomobili Y-ni necə görər? Bunu bilmək üçün X avtomobilindən Y-yə bu cürə xətlər çəkirik, oxlar çəkirik. Və görürük ki, bu oxlar get-gedə böyüyür. Oxların böyüməsi, deməli, X avtomobilin Y-ni sürətlənirmiş kimi görməsidir. Yəni, X avtomobili Y-ni və oxlar aşağı doğru olduğu üçün qərb istiqamətində sürətlənirmiş kimi görür. Ona görə D variantı da doğrudur. Dördüncü variantda deyir ki, üçüncü hissədə Y avtomobili X-i şərq istiqamətində sabit sürətlə gedirmiş kimi görür. Baxaq, burada baxan hansıdır? Y avtomobilidir. Y avtomobili X-ə baxacaq. Y avtomobili X-ə baxanda, bax, oxların yuxarı doğru olduğunu görürük. Yəni, bu doğu istiqamətidir, şərq istiqamətidir və oxların uzunluqları bir-birinə bərabərdir. Oxların uzunluqlarının bərabər olması bunların, yəni, Y avtomobilinə nəzərən X-in elə bil ki, bərabər sürətlə hərəkət etməsi anlamına gəlir. Ona görə bu dördüncü variantda doğrudur. Deməli, hər biri doğru oldu. Ona görə sualımızın doğru cavabı da Y variantı oldu. Yəni, bunlar hər biri doğruları təmsil edir. 10-cu sualla davam edirik. X avtomobili K-dan 3V, Y avtomobili L-dən V sürəti ilə keçdiyi anda X avtomobili A təcili ilə yavaşlanır, Y avtomobili isə 2A təcili ilə yeyinləşməyə başlayır.
Avtomobillərin M-dəki sürətləri bərabər olub, avtomobillər M-yə eyni zaman ərzində çatırlar. Buna əsasən KL uzaqlığının, yəni KL məsafəsinin LM məsafəsinə nisbəti nəyə bərabərdir deyir bizə. İndi baxaq. X avtomobili K-dan 3V sürəti ilə keçir. İndi bunların M nöqtəsində sürətləri bərabərləşəcəyi üçün belə yaza bilərik. Bu 3V sürəti ilə hərəkət edirdi, düzdürmü? O zaman yazıram 3V və A təcili ilə yavaşlanır. Yəni 3V çıxılsın AT yaza bilərəm. Bax, bu X avtomobilinin sürətidir. Yəni M nöqtəsindəki sürətini tapmaq üçün biz belə yaza bilərik. 3V çıxılsın AT. Başqa cür M nöqtəsindəki sürəti necə tapa bilərik? Bu V sürəti ilə yeyinləşən hərəkətə başlayır. Yəni 2A təcili ilə yeyinləşdiyi üçün buna da 2AT yazırıq. Və bunları bir-birinə bərabər edirik. 3V çıxılsın AT bərabərdir V üstəgəl 2AT. Buradan V-ni bu birisi tərəfə atanda 3V-dən V çıxırıq. Qalır 2V bərabərdir. 2AT-nin üzərinə AT gəlirik. 3AT olur. Buradan da AT bərabərdir. 3-ü məxrəcdə yazıram. 2-ni də kəsrin surətində. Deməli 3-də 2V şəklində bir şey alındı. AT bərabərdir 3-də 2V. İndi bizə nə lazımdır? Bizə deyir ki, buna əsasən KL uzaqlığının LM uzaqlığına nisbəti nəyə bərabərdir? Birinci növbədə KM məsafəsini tapa bilərik. KM məsafəsini necə taparıq? Gəlin buradan biz VM-i də tapaq. VM bərabərdir V üstəgəl 2AT yazmışıq. V üstəgəl 2 AT-nin yerinə də bax bunu yazıram. 3-də 2V-ni yazıram. 3-də 2V. O da bərabərdir. Deməli V-nin üzərinə 3-də 4V gəlirik. O da olur 3-də 7V. 3-də 7V. Təkrardan yazıram. VM, yəni M nöqtəsindəki sürət 3-də 7V-yə bərabərdir. Bax, bunu tapdıq. Bunu tapandan sonra artıq KM məsafəsini və LM məsafəsini hesablaya bilərik. KM məsafəsini hesablamaq üçün, bax, burada yazaq. KM məsafəsi bərabərdir. Necə tapılacaq? Ümumi bu məsafəni tapmaq üçün sürətləri toplayırıq. Yəni 3V üstəgəl 3-də 7V bölünsün 2 vurulsun T yaza bilərik. Bu da eləyəcək. Deməli 16 bölünsün 6. 16-nı da 6-ya böləndə alınır 8 bölü 3. 3-də 8 VT bunu aldıq. KM məsafəsini. İndi tapa bilərik LM məsafəsini. LM məsafəsini tapmaq üçün də belə eləyərik. Burada sürət V-dir. Burada da sürət yenə M nöqtəsində 3-də 7 V-yə bərabərdir. Ona görə yazıram V üstəgəl 3-də 7 V bölünsün 2 vurulsun T. V-nin üzərinə 3-də 7-ni gələndə alınır 3-də 10. 3 düşdü aşağı. Deməli 6-da 10. 6-da 10 deməkdə 3-də 5 deməkdir. 3-də 5 VT-ni də bu LM məsafəsini aldıq. KM bilinir, LM bilinir. KL-ni tapmaq üçün KM-dən LM-ni çıxırıq. Yəni 3-də 8-dən 3-də 5-i çıxırıq. O da eləyir 3-də 3 VT. Yəni 1 VT. Deməli KL məsafəsi VT-yə bərabərmiş. Bizə nə soruşur? KL bölü LM nisbətini tapın. KL-ni VT tapdıq. LM-ni də 3-də 5 VT tapdıq. 3-də 5 VT. VT-lər gedəndən sonra 3 qalxdı kəsrin sürətinə, 5 də məxrəcdədir. Deməli, sualımızın doğru cavabı 3 bölü 5 olmalıdır. O da D variantında verilmişdir. 11-ci sualla davam edirik. Düzxətli bir yolda hərəkət edən avtomobillərdən sabit 30 metr bölü saniyə sürətlə hərəkət edən X avtomobili K-dan keçdiyi anda L nöqtəsində dayanan Y avtomobili hərəkətə başlayır. Buna əsasən X avtomobilinin Y-yə çata bilməsi üçün Y avtomobilinin təcili ən çox nə qədər olmalıdır deyir bizə. İndi birinci növbədə burada bu sabit sürətlə hərəkət etdiyi üçün
Düşünək ki, bu S məsafəsi qət edəcək. S məsafəsi qət edəcəksə, o zaman buna yazarıq V0 vurulsun T. Digəri isə bu, yəni belə deyək də, Y avtomobili bundan 150 metr qarşıdan başladığı üçün, yəni buna V0T, o da bərabərdir 30 vurulsun T yazdıq. Bu isə Y avtomobili isə bundan 150 metr qabaqda olduğu üçün buna yazarıq 150 üstəgəl, yəni x0 üstəgəl V0 başlanğıc sürət 0-dır, təcili A-ya bərabərdir bilmirik, T-nin kvadratı bölünsün 2 yazırıq. İndi bunlar əgər bir yerdə görüşəcəklərsə, yəni bir-birinə X avtomobili Y avtomobilinə çatacaqsa, o zaman bu tənliklər bir-birinə bərabər olacaqdır. Yəni 30T bərabərdir 150 üstəgəl AT kvadratı bölü 2-ni də 0.5 T kvadratı şəklində yazıram. Buradan da bax bu 30T bərabərdir 150 üstəgəl 0.5 T kvadratı tənliyindən biz nəyi tapmağa çalışacağıq? A-nı tapmağa çalışacağıq. İndi yazıram. 0.5 T kvadratı 30T'ni digər tərəfə atanda olur. Çıxılsın 30T üstəgəl 150 bərabərdir 0. Buradan diskriminant tapsaq, diskriminant bərabərdir B-nin kvadratı çıxılsın 4AC. O da bərabərdir. B nəyə bərabərdir burada? Mənfi 30-a bərabərdir. Kvadratı eləyir 900. Çıxılsın 4 vurulsun 0.5 vurulsun 150. 0.5 T kvadratı deyəndə 0.5 əslində burada AT kvadratı olmalıdır. Bu tənliyi düzəldək. 0.5 AT kvadratı. İndi gətiririk burada da 0.5 AT kvadratı yazırıq. Deməli 0.5 A bərabərdir. Bunu 0-a bərabər edək. 900 çıxılsın. 4'ü 0.5'e vuranda B kvadratı çıxılsın 4AC. Hələ 150'ye də vururuq. 150 bərabərdir 0. 900 çıxılsın 4'ü 0.5'e vurduq. 2 oldu. 2'ni də 150'ye vuranda 300 olur. 900 çıxılsın 300A bərabərdir 0. Buradan 300A bərabərdir 900 yazsaq və buradan A'nı tapsaq A bərabərdir 900 bölünsün 3. Yəni 3 metr bölünsün saniyə kvadratına bərabər olacaqdır. Deməli təcilin qiymətini aldıq. 3 metr bölü saniyə kvadratı. 12-ci sualla davam edirik. Uzunluqları bərabər X-Y qatarları şəkildəki kimi tunelə eyni anda daxil olurlar. X sabit sürətlə hərəkətinə davam edir. Bu zaman Y qatarı tunelə girdiyi anda sabit təcillə, bərabər təcillə sürətlənməyə başlayır. Qatarların son nöqtələri eyni anda tuneldən çıxırsa, buna əsasən verilənlərdən hansıları mütləq şəkildə doğrudur deyir bizə. Bu qatarlar tunelə eyni anda daxil olurlar və tuneldən eyni anda da çıxırlar. Deməli bu qatarların belə deyək də yer dəyişmələri bərabərdir. Bərabər yer dəyişmələri icra edirlər. Bərabər yer dəyişmələr icra edirlərsə, o zaman belə deyək. Sürətin zamandan asıllıq qrafikini düşünək. Burada X qatarı bərabər sürətlə hərəkət edir. X qatarının sürətinin zamandan asıllıq qrafikini bax bu şəkildə çəkə bilərik. Bu oldu X-in sürət zaman qrafiki. Biz bilirik ki, sürətin zamandan asıllıq qrafikində qrafik ilə zaman oxu arasında qalan fiqurun sahəsi bizə yer dəyişməni verir. İndi bu fiqurun sahəsi yer dəyişməyə bərabərdir və Y qatarı da eyni qədər yer dəyişmə etməlidir. Eyni qədər yer dəyişmə etməsini istəyiriksə, o zaman bu düzbucaqlının sahəsinə bərabər bir fiqur olmalıdır. İndi burada Y qatarının bərabər təcillə, yəni yeyinləşən hərəkət etdiyini bilirik. Yeyinləşən hərəkətdə, məsələn, tutalım ki, bu şəkildə qrafiki çəksək. Burada fiqurların sahəsi eyni zaman anında fiqurların sahəsi bərabər olarmı? Xeyr. Biz elə bir qrafik çəkməliyik ki, fiqurların sahəsi bərabər ola bilsin. Ona görə də Y-nin sürətinin zamandan asıllıq qrafikini bax bu şəkildə çəkə bilərik.
Məsələn, tutalım ki, bura V-yə bərabərdir, bura 3V-yə bərabərdir. Burada olsun T zaman anı. Buradan y'nin nə qədər yol getdiyini soruşsam, deyirsiniz ki, y'nin getdiyi yolu tapmaq üçün v-nin üzərinə 3v-ni gələrik, bölərik 2-yə, vurarıq t-yə. Yəni bu eləyər 2v-t. Olar mı? Olar. Bəs x-in getdiyi yol, məsələn, bura v ilə 3v-nin arasında 2v olsa, x-in getdiyi yolu da tapanda düzbucaqlının sahəsini taparsan. Yəni 2v-ni t-yə vurarsan, yenə 2v-t olar. Deməli, qrafik bu şəkildə ola bilər. X sabit sürətlə hərəkət edir, y isə yeyinləşən hərəkət edir. Biz bu qrafikdən istifadə edərək variantları seçə bilərik. Birinci variantda deyir ki, tunelə girəndə y-nin sürəti x-in sürətindən kiçikdir. Bəli, y-nin sürətinin modulu v-yə bərabərdir, x-in sürətinin modulu isə 2v-yə bərabərdir. Yəni burada kiçik olduğunu görürük. Birinci variant doğru. İkinci variantdan deyir ki, tuneldən çıxanda y-nin sürəti x-in sürətindən böyükdür. Bəli, tuneldən çıxanda, yəni t zamanı anında y-nin sürəti 3v-yə bərabərdir, x-in sürəti isə 2v-yə bərabərdir. Yəni böyük olduğunu görürük. İkinci variantımız doğrudur. Üçüncü variantda deyir ki, y qatarının uzunluğu tunelin uzunluğundan kiçikdir. Biz tunelin uzunluğu barədə heç nə deyə bilmərik. Çünki bu məsələdə tunelin uzunluğunu tapmaq üçün hər hansı bir məlumat verilməyib. Ona görə də bunu mütləq şəkildə doğru qəbul edə bilmərik. Doğru ola bilərmi? Ola bilər. Amma mütləq doğrudurmu? Xeyr, mütləq doğru deyil. Ona görə də sualın doğru cavabı 1 və 2-dir. O da D variantında verilmişdir. 13-cü sualla davam edirik. Sürəti V1 olan X avtomobili K-dan, sürəti V2 olan Y avtomobili L-dən eyni anda hərəkətə keçirlər. Yəni hərəkətə başlayırlar. Və daha sonra X avtomobili A təcili ilə sürətlənir, Y avtomobili isə A təcili ilə yavaşlanır. Buna əsasən avtomobillərin görüşmə müddətinin tapılması üçün hansıları bilinməlidir? Yəni, nəyi bilməyə ehtiyac var? Burada birinci növbədə biz belə bir şey düşünə bilərik. K avtomobili, məsələn, S1 qədər yerdəyişmə icra etsin. Bu S1 yerdəyişməni necə tapa bilərik? X avtomobili yeyinləşən hərəkət etdiyi üçün biz belə yaza bilərik. V1 vurulsun T, üstəgəl AT kvadratı bölünsün 2. İkincisi isə Y avtomobili yavaşlanır. O zaman ikinci avtomobilin getdiyi yol üçün yaza bilərik. V2 T çıxılsın AT kvadratı bölünsün 2. Deməli, birinci avtomobilin getdiyi yol ilə ikinci avtomobilin getdiyi yolun toplamı onlar arasındakı məsafədir. Yəni, düşünün ki, bu S1 qədər yol getmişdir. Digəri buradan bura S2 qədər yol gəlmişdir. Bunların toplamı gedilən ümumi yola bərabərdir. Yəni, belə yaza bilərəm. S ümumi bərabərdir S1 ilə S2-nin toplamı. Buradan S ümumi bərabərdir. Birincinin yerinə yaza bilərəm V1 vurulsun T, üstəgəl AT kvadratı bölünsün 2. İkincinin yerinə isə yaza bilərəm V2 T çıxılsın AT kvadratı bölünsün 2. İndi buradakı AT kvadratı bölü 2 ilə buradakı AT kvadratı bölü 2 bunlar bir-birini aparır. Nəticədə geriyə nə qalır? S ümumi bərabərdir V1 T üstəgəl V2 T. Və biz buradan T-ni mötərizə xaricində çıxarsaq, S ümumi yola da S deyək. S bərabərdir V1 üstəgəl V2 vurulsun T. Buradan da T-ni tapsaq, T bərabərdir S bölünsün V1 üstəgəl V2 yaza bilərik. Deməli, avtomobillərin görüşmə müddətini tapmaq üçün S məsafəsi, yəni avtomobillər arasındakı məsafə bilinməlidir. Avtomobillər arasındakı məsafəni də KL deyib, KL məsafəsi bilinməlidir. Bir də V1, V2 sürətləri bilinməlidir. Ona görə də sualımızın doğru cavabı 1 və 3 C variantı olmalıdır. 14-cü sualla davam edirik. Bərabər V sürətləri ilə hərəkət edən qatarlardan K qatarının lokomotifi, yəni ön hissəsi körpünün A ucuna gəldiyi zamanda L qatarının ön ucu körpünün B ucuna çatır. Bundan sonra K qatarı A təcili ilə sürətlənir. Qatarlardan K-nın ön hissəsi ilə L-nin son nöqtəsi körpünün B ucuna eyni anda gəlir. Bir müddət sonra K qatarının son nöqtəsi körpünün B ucuna
geldiği anda L qatarının son nöqtəsi körpünün A ucuna gəlir. Buna əsasən verilenlerden hansılarının doğru olduğunu bizdən soruşur. Gəlin bu məsələni addım-addım həll edək. Birincisi, yazıq bura 1. T bərabərdir 0 anı, yəni başlanğıc anında. T bərabərdir 0 anında K'nın ön ucu, bax, K'nın ön ucu hardadır? A nöqtəsindədir. L'nin ön ucu isə hardadır? B nöqtəsindədir. Bax, bunları ilk növbədə bilirik. Daha sonra davam edirik. Məsələn, düşünək ki, T bərabərdir T1 anında. Yəni, hərəkət başlayandan sonra. K'nın ön ucu ilə L'nin arxa nöqtəsi körpünün B ucuna eyni anda gəlir. Burada L qatarı sabit sürətlə hərəkət etdiyi üçün L qatarının getdiyi yola XL, XL bərabərdir V vurulsun T1 yaza bilərik. Yəni T1 anında L qədər yol getmişdir. Bu qatarın uzunluğuna bərabərdir. Daha sonra K qatarı tunelin bir ucundan diğer ucuna getdiyi üçün körpünün uzunluğuna bərabər yol getmişdir. Körpünün uzunluğunu S hərfi ilə işarə etsək, bax burada S körpünün uzunluğudur. O zaman biz buradan deyə bilərik ki, V vurulsun T1 üstəgəl A vurulsun T1 kvadratı bölünsün 2. İndi burada XL-yə və S-ə baxdığımız zaman XL VT1'ə bərabərdir. S isə VT1 üstəgəl AT1 kvadratı bölünsün 2'yə bərabərdir. Deməli biz buradan alırıq ki, S, yəni körpünün uzunluğu L qatarının uzunluğundan böyükdür. Deməli burada ikinci variant doğrudur. Yəni körpünün uzunluğu L qatarının uzunluğundan böyükdür. Buranı həll elədik. İndi davam edək. Yazaq üçüncü hissə. Deyək ki, T bərabərdir T2 anı. İndi bu zaman anında L qatarının T1 anında arxa nöqtəsi B ucunda, T2 anında isə A ucunda olur. Yəni bu zamanların aralığında körpüyə bərabər yol qət etmişdir. Yəni körpünün uzunluğuna bərabər yol qət etmişdir. O zaman biz buradan T2 və T1 fərqini yazsaq, zamanlar fərqi bərabərdir körpünün uzunluğu bölünsün V sürəti. Biz buradan T2 zaman anını tapa bilərik. Yazarıq T2 bərabərdir T1 üstəgəl körpünün uzunluğu bölünsün V sürəti. Daha sonra K qatarının arxa nöqtəsi B nöqtəsinə çatdığı üçün toplamda qatarın uzunluğu qədər, yəni XK qədər üstəgəl körpünün uzunluğu qədər yol getmiş olur. Deməli bunların toplamı nəyə bərabərdir? İkinci qatarın getdiyi yola. İkinci qatarda V vurulsun T2 üstəgəl AT2 kvadratı bölünsün 2 qədər yol qət etmiş olur. İndi burada T2'nin yerinə, bax yuxarıda yazdığımız ifadəni bu aşağıdakı tənlikdə T2'nin yerinə qoyacağıq. O zaman belə bir şey alınır. XK üstəgəl S bərabərdir V vurulsun T1 üstəgəl S bölünsün V üstəgəl AT2 kvadratı bölünsün 2. Biz buradan yaza bilərik. XK üstəgəl S bərabərdir V vurulsun, indi burada mörtərzəni açıram. V vurulsun T1 üstəgəl V'ni S bölü V'yə vuranda S alınır. Üstəgəl AT2 kvadratı bölünsün 2. Biz buradan yuxarıda bu VT1 üçün nəsə yazmışdıq biz yuxarıda. Bax, burada yazmışdıq. XL bərabərdir VT1. Deməli, V vurulsun T1'in yerinə XL yazacağım. Burada S, burada da S'lər olduğu üçün S'lər getdi. Deməli, XK bərabərdir XL üstəgəl AT2 kvadratı bölünsün 2. Bax, bu ifadədən də biz nə tapırıq? Bu ifadədən tapırıq ki, XK XL'dən böyükdür. Yəni K qatarının uzunluğu L qatarının uzunluğundan böyükdür. Ona görə üçüncü variant da doğrudur. Daha sonra gəldik
Nəyə? İndi də burada xk ilə s-i müqayisə edək. Yəni k qatarının uzunluğu ilə körpünün uzunluğunu müqayisə edək. Bunu müqayisə etmək üçün birinci növbədə belə bir şey yaza bilərik. xk bərabərdir v vurulsun t1 üstəgəl at2 kvadratı bölünsün 2. Yəni elə bil ki, burada yazılan tənliyi yenidən yazırıq. Bu tənliyi təkrardan yazdım. Yəni orada s'lər gedəndən sonra geriyə qalıb xk bərabərdir vt1 üstəgəl at2 kvadratı bölünsün 2. Və ikinci bir tənlik yazırıq. İkinci tənliyimiz nə idi? S bərabərdir v vurulsun t1 üstəgəl at1 kvadratı bölünsün 2. Bu tənliyi də yuxarıda yazmışdıq. Bax, burada yazmışdıq. S bərabərdir vt1 üstəgəl at1 kvadratı bölünsün 2. İndi bu tənliklərdə t2 t1'dən böyük olduğu üçün, t2 böyük t1 olduğu üçün, yəni bu hissə daha böyük olduğu üçün, deməli xk'nın s'dən böyük olduğunu söyləyə bilərik. Deməli k qatarının uzunluğu körpünün uzunluğundan böyükdür. Ona görə burada birinci variantda doğrudur. Deməli 1, 2, 3 hər üçü doğrudur. Sualın doğru cavabı da Y variantı olmalıdır. 15-ci sualla davam edirik. X avtomobili K'dan V sürəti ilə, Y avtomobili L'dən 2V sürəti ilə keçdiyi anda X avtomobili A1 təcili ilə sürətlənir, Y avtomobili isə A2 təcili ilə yavaşlanır. Avtomobillər görüşdüyü anda sürətlərinin modulları bərabərdir. Buna əsasən avtomobillərin görüşənə qədər getdiyi yolların nisbətini tapmaq üçün bunlardan hansıları bilinməlidir deyir bizə. İndi birinci növbədə belə yaza bilərik. Məsələn, avtomobillər arasındakı məsafənin x olduğunu fərz etsək, biz bilirik ki, x məsafəsini hesablamaq üçün ortalama sürəti, yəni başlanğıc sürət ilə son sürətin, belə yazaq, v son sürətin toplamını 2'ye bölüb t'ye vurmaq lazımdır. Bu düsturu bilirik. İndi biz burada deyək ki, x və y avtomobillərinin getdikləri yollar nəyə bərabərdir? X avtomobilinin getdiyi yolu düşünsək, yazarıq v üstəgəl. Məsələn, bunlar bir müddət sonra görüşdükləri anda sürətlərinin modulları bərabər olmurmu? Görüşdükləri andakı sürətə məsələn mən v' deyim. Yazıram v üstəgəl v' bölünsün 2 vurulsun t. Bu x avtomobilinin getdiyi yol olsun. Y avtomobilinin getdiyi yol isə belə hesablaya bilərik. İndi bu 2v sürəti ilə başladığı üçün yazıram 2v üstəgəl v' bölünsün 2 vurulsun t. Bu da oldu Y avtomobilinin getdiyi yol. İndi buradan davam edirik. Nisbət tapsaq nisbət nəyə bərabər olar? Düşünək. Yazaq. Deməli, X avtomobilinin getdiyi yol bölünsün Y avtomobilinin getdiyi yol bərabərdir. Nisbət tapanda t'lər ixtisar gedir, 2'lər ixtisar gedir, geriyə belə bir şey qalır. V üstəgəl v' bölünsün 2v üstəgəl v'. Belə bir şey aldıq. İndi bu bizə birazdan lazım olacaq. İndi biz X və Y avtomobillərinin sürətlərini düşünək. Getdiyi yolları yazdıq. İndi sürətlərini düşünək. Hər ikisinin sonda sürəti bir-birinə bərabər olacaq. Yəni v''lər eynidir. Birinci avtomobil yeyinləşən hərəkət edir. Ona görə buna yaza bilərik. V üstəgəl A1T. İkinci avtomobil isə yavaşlayan hərəkət edir. Ona görə də yaza bilərik. V' bərabərdir. Amma 2V sürəti ilə yavaşlayan hərəkətə başlayır. 2V çıxılsın A2T yaza bilərik. Bu da ikinci avtomobilin yavaşlayan hərəkət etdiyini göstərir. İndi biz bu iki tənliyi hər ikisi V' bərabər olduğu üçün bu tənlikləri gəlin bir-birinə bərabər edək. Yəni V üstəgəl A1T bərabərdir 2V çıxılsın A2T. 2V'dən V'ni çıxarıq, V qalar. Buradan da biz belə bir şey alarıq. V bərabərdir
A2'ni də bu tərəfə atanda A1 üstəgəl A2 olacaq elə bil ki. A1 üstəgəl A2 və T-ni də çıxardaraq mötərizə xaricinə. Deməli, V bərabərdir A1 üstəgəl A2 vurulsun T. Buradan da əgər T-ni tapmaq istəsək, T bərabərdir yazarıq. A1 üstəgəl A2-ni məxrəcdə yazarıq. V-ni də yazarıq kəsrin surətində. Deməli, T müddəti V1, V bölünsün A1 üstəgəl A2-yə bərabərdir. Bu, onların görüşmə müddətləridir. Yəni, hansı zaman sonra görüşdüklərini bilmək üçün bu ifadədən istifadə etmək lazımdır. İndi biz burada T-nin yerinə, bax bu tənlikdə T-nin yerinə tapdığımız bu ifadəni T-nin yerində qoyaq. Nə alarıq o zaman? V' bərabərdir. V üstəgəl A1T deyilmi? O zaman yazıram V üstəgəl A1 vurulsun. T'nin yerinə bunu yazıram. V bölünsün A1 üstəgəl A2. Bu da bərabərdir. İndi V burada da var, burada da var. O zaman V'ni çıxarda bilərik mötərizə xaricinə. V'ni mötərizə xaricinə çıxartdan mötərizənin içərisinə qalır 1 üstəgəl A1 bölünsün A1 üstəgəl A2 şəklində bir şey almış oluruq. Bu da bərabərdir. V vurulsun. Deməli, burada ortaq məxrəc alsaq belə bir şey alınır. 2A1 üstəgəl A2 məxrəcdə də A1 üstəgəl A2. Deməli, bu V'-dir. Yəni, son sürət üçün tapdığımız ifadədir. Daha sonra, bax bu ifadələr V'-lərin yerinə biz indi burada, bax, X bunların yolların nisbəti üçün V'-lərin yerinə götürüb bu tapdığımız ifadələri yazacağıq. O zaman yazıram. X, yəni X'in getdiyi yol bölünsün Y'nin getdiyi yol. Getdikləri yolların nisbətini soruşurdu zaten bizdən. Bu yolların nisbətini tapmaq üçün V üstəgəl V' bölünsün 2V üstəgəl V'. Bax, bu düsturu təkrardan yazıram. V üstəgəl V' bölünsün 2V üstəgəl V'. Bərabərdir yazıram. V üstəgəl V'-in yerinə bunu yazacağım. Bax, bu ifadəni V'-in yerinə yazacağım. V' də V vurulsun 1 üstəgəl A1 bölünsün A1 üstəgəl A2 şəklindədir. Bölünsün 2V üstəgəl V'-in yerinə yenə bunu yazıram. V vurulsun 1 üstəgəl A1 bölünsün A1 üstəgəl A2 şəklində bir şey yazdıq. Bunları V'-in yerinə yazırıq. İndi buradan bərabərdir desək, V üstəgəl, deməli, V vurulsun 2 A1 üstəgəl A2 bölünsün A1 üstəgəl A2. Aşağıda isə V üstəgəl, daha doğrusu 2V üstəgəl V vurulsun 2 A1 üstəgəl A2 bölünsün A1 üstəgəl A2 şəklində bir uzun bir düstur almış olduq. Bu da bərabərdir. Buradan biz, elə bil ki, V hər tərəfdə var, yuxarıda da var, məxrəcdə də var. O V-ni mötərizə xaricinə çıxartsaq, daha sonra o V-lər ixtisar olunar. İxtisar olunandan sonra geriyə belə bir şey qalır. 1 üstəgəl 2A1 üstəgəl A2 bölünsün A1 üstəgəl A2. Məxrəcdə isə 2 üstəgəl 2A1 üstəgəl A2 bölünsün A1 üstəgəl A2 şəklində bir şey almış oluruq. Bu da bərabərdir. Nəticədə sonda alacağımız düstur, deməli, elə bil ki, A1 üstəgəl A2-ni bu 1'ə vuranda necə bir şey alınır? Bunu düşünək. 2A1 üstəgəl A2. Burada da, deməli, A1 üstəgəl A2-ni bu 1'ə vursaq alırıq. A1 üstəgəl A2 A1 üstəgəl A2 üstəgəl bunu yazırıq. Kəsrin surətindəki 2A1 üstəgəl A2. Məxrəcdə isə var A1 üstəgəl A2. Sonra burada yazırıq. 2'ni bax bu A1 üstəgəl A2'yə vururuq məxrəcdəki. 2A1 üstəgəl 2A2 üstəgəl 2A1 üstəgəl A2 bölünsün A1 üstəgəl A2 yazırıq. A1 üstəgəl A2'lər burada ixtisar olunur. Bax, bununla bu gedir. Geriyə nə qalır?
Geriyə qalır kəsrin surətində 3A1 üstəgəl 2A2 bölünsün 4A1 üstəgəl 3A2. Bax, bu şəkildə bir düstur aldıq. Deməli, bunların getdikləri yolların nisbətini tapmaq üçün nəyi bilmək lazım imiş? Təcilləri bilmək lazım imiş. Yəni, A1 və A2 təcilini bilmək lazım imiş ki, onların getdikləri yolların nisbətini tapaq. Ona görə də burada yalnız təcilləri bilməyə ehtiyacı var. Yəni, sualın cavabı yalnız 2 B variantı olmalıdır. Başlanğıc sürəti V0 olan bir avtomobil A təcili ilə yeyinləşərək x qədər yol gedir. Bu müddətdə avtomobilin orta sürəti V olur. Buna əsasən avtomobilin aldığı yol x aşağıdakılardan hansına bərabərdir? Birinci növbədə avtomobil bərabər yeyinləşən hərəkət etdiyi üçün onun sürətinin zamandan asıllıq qrafikini çəkə bilərik. V0 bunun başlanğıc sürətidir. Bax, V0 başlanğıc sürəti ilə başlayır və müəyyən V son deyək, son sürətə qədər yeyinləşir. Nə qədər zaman ərzində? T zamanı ərzində yeyinləşdiyini təsəvvür edək. İndi biz burada fiqurun sahəsini tapmalıyıq ki, getdiyi yolu bilək. Amma bundan əvvəl tapmalı olduğumuz bəzi şeylər var. Birinci növbədə avtomobilin biz bilirik ki, getdiyi yol S bərabərdir V üstəgəl V0 bölünsün 2 vurulsun T ifadəsi ilə hesablanır. Amma biz cavablarda T ilə yox, A ilə bağlı cavablar görürük. Yəni, T'nin yerinə bizim bir şey yazmağımız lazımdır. Və bizə burada orta sürəti verib. Orta sürəti V-yə bərabər olduğunu deyib. Orta sürət V-yə bərabərdirsə, biz buradan belə bir şey yaza bilərik. V orta bərabərdir. V0 üstəgəl V son bölünsün 2. Bax, bu orta sürətin qiymətidir. Və bunun V-yə bərabər olduğunu bizə deyir. Biz buradan nəyi tapa bilərik? V son, yəni son sürəti tapa bilərik. Deməli, V0 üstəgəl V son bərabərdir 2V-yə. Buradan da V son, yəni son sürəti tapsaq, son sürət bərabərdir 2V çıxılsın V0 olacaqdır. Deməli, biz burada son sürət yerinə 2V çıxılsın V0 yaza bilərik. Bəs buradakı bucağın, məsələn, alfa bucağının tangensini necə tapa bilərik? Tangens bizə nəyi verir? Tangens bizə təcili verir. Yazıram, tangens alfa bərabərdir. Qarşıdakı katet, bax, bu qarşıdakı katet 2V çıxılsın V0, çıxılsın V0'dır. Yəni 2V çıxılsın 2V0'dır. Bölünsün T. Bu bizə təcili verir. Və biz buradan T'ni tapsaq, T bərabərdir 2V çıxılsın 2V0 bölünsün A almış olarıq. Deməli, T'ni tapdıq. İndi bizə nə lazımdır? Bizə lazımdır getdiyi yolu tapmaq üçün bu fiqurun sahəsini tapaq. Yəni, buradakı fiqurun sahəsini, trapesiyanın sahəsini tapaq. Trapesiyanın sahəsi necə tapılır? Trapesiyanın sahəsini tapmaq üçün yazırıq. S bərabərdir. Başlanğıc sürət burada V0'dır. Yazıram. V0. Üstəgəl son sürət. Son sürət isə 2V çıxılsın V0'dır. Yazıram. Üstəgəl 2V çıxılsın V0. Bölünsün 2, vurulsun. T'nin yerinə də bunu yazıram. T'nin yerinə də yazıram. 2V çıxılsın 2V0 bölünsün A. O da bərabərdir. V0, V0 bunlar bir-birini apardı. Burada qaldı 2V bölünsün 2 vurulsun. 2'ni burada mörtərizə xaricinə çıxartsam burada 2V çıxılsın V0'dır. Hə, 2'ni burada mörtərizə xaricinə çıxartsam geriyə qalır V çıxılsın V0 bölünsün A. İndi buradaki ikilər getdi. Geriyə nə qaldı? 2V vurulsun V çıxılsın V0 bölünsün məxrəcdə də A. Həmən bu ifadə deməli gedilən yola bərabərdir. Sualımızın doğru cavabı A variantı olmalıdır. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.